20 illik bir dostluğumuz var da, 50 dəfə adamlar demişəm, qapıda da olsa, qapıçı da olsa, o klinikada, Nərgiz klinikasında bir kompüter arxasında oturmaq qabiliyyəti varsa, o kompüterin nəyinisə bilirsə, heç ixtisasına uyğun olmasa da, yəni Allaha xatir neçə dəfə elə adamlara biz dəstək olmuşuq. Bəli, çox göndərmisiniz, həmişə çalışmışsınız onlara dəstək olasınız. Hansı biri qalxıb burada desəydi ki, İnsan işləməlidir. İstəməlidir ki, işləsin. İşləməlidir, bəli. İndi rahatlaşıb hamı. Gedək o televiziya məni yedirtsin, bu televiziya məni yedirtsin. O proqram məni yedirtsin, bu proqram məni yedirtsin. O aparıcı mənə bir dəstək olsun, bu aparıcı mənə dəstək olsun. Qapı, bax, belə hamısı. Artıq bir vərdiş halına çevrilib. İş istəyin, insanlara müraciət eləyin, qabiliyyətim var deyin, bacarığım var deyin, bunu eləyə bilərəm deyin. Mən bu işin öhdəsindən gələrəm Zahir bəy, deyil. onları dərk eləmir. 3 ay o Mahir burada oturdu. Biz 50 dəfə ona dedik, müraciət elə. Dedi, müftə yeyirəm, içirəm də. 3 adam aparıb ki, ona işlə təmin eləsin. Üçündə də yarıtmayıb. Zahir müəllim, mən... Hanı bu heç istəyir ki? Zahir müəllim. Təhlif elədim ki, mən dözə bilmirəm, gəl çıxaq gedək. Aha. Dedim, o Mahir biz gedən kimi düşüb dalımızdan gəlib məni döyəcək gənə. Onun dərdindən bax bu getmədi, onun qorxusundan getmədi. Axşam otelə kimi gəlib çıxıb o. Otelə gəlib çıxıb. Mən demişəm, Bunu çağırırmış, bunu bizi çağırırmış orqanlarına da birbaşa müraciət olunacaq, təkrarlansa bu hərəkətlər. Artıq heç kim özünü burada, qardaş, mənim səndən nə işim, sənin məndən nə işin. Gəldin, dedik ki, gəlin, birləşin, bərabər olun, səhv eləmisən, eləmə bu hərəkətləri. İpə sapa yatmırsan, mənim işim ipə sapa yatmayan insanlarla olmaz. Olmasın da. Bitti. Olmasın. Arzu niyə buradadır? Məni çox qınayırsınız ki, Arzunu niyə qaytardın? Niyə gəldi? Çünki mən Arzunu o odun içərisində qalmasını istəmirdim. Mən bilirdim ki, o gələcək və mən onu sap-sağlam bugün ailəsinə təhvil vermək istəyirəm. Atasına və anasına. Bu təhvil təslim olacaq Arzu. Ondan sonra qərarı özün verərsən. Onlar gəlsə də mən çıxmayacağam. Çox haqlısan. Çox Yəni ki, haqlısan. sabah sona durub deməsin Bəli, ki, qızım. nə olsun ki, Bu mənim gün özüm qızımın... gedəcəm. Yox, sən Bu bir gün gün özüm gedəcəksən. Bərdəyə gedəcəm, Arzu. işdə tapmışam. Yox, mən onların Bir dəqiqə, yanına bir qayıtmayacağım. dəqiqə. Qayıtmaq da istəmirəm ki, buraxam. Dayanma. Həyatımı bilmirsinizsə, Ay qızım, sən həyatın mənə çox maraqlı xahiş deyil. edirəm. Bir dəqiqə. Zaur səni anan-atana versin. Sonra avtobusda hara getsən özün bil. Vay. Üzr istəyirəm, çox gözəl Zahir bəy, bu yetkin yaşa çatmış, tam fəaliyyət qabiliyyətli insan. Uşaq ağlıdır ama. Uşaq ağlıdır. Embesil, Əkbər bəy, mən inkişaf bir eləmir işdim. ki bunlar. Bunu Bərdədə bir qadın dəvət eləyib. Həm işlədəcək, həm də kiriyə ev tutub, həm saxlayacaq. Olsun, sağ olsun. Hə, Allah sağ olsun. Sağ olsun. Sağ olsun, Həmişə var də olsun. yanında Əgər olub. Mahirlə əllə tutub getməyə qərar verən qız, xanım, Arzu, qoy qərarını versin də. O Özü odun bilər, həyatı içindəydin. seçsin. Sən odun içindəydin, elə də elə deyil. Odun içində də olsam, göy geçsəm də yenə odun içinə düşəcəm də, fərqi nədir? Bu qız çox hövcət qızdır. Zahir müəllim, Anasından, anası atasından Sona üç çevirir. Bir dəqiqə İradə xanım. Kim? Sonra xala, sonra bacı. Siz narahat olmayın, sonra xanım gəlir yoldadır. Bu qız höcət qızdır. Ana Məndən ata xahiş saymır. etdi ki, sizə deyim. İndi də yaxın getmək istəmir. Bunlar müftə yeyib içməyə alışıbdılar. Bu istəyir elə Zahir Baxşəliyev bunu yatızdırsın orada sığınacaq da. Gündə yemək pulu verirsiniz, mən açıq deyəcəm. Bu qədər köməkli yerirsiniz, bunlar örgəşibdilər. Bunlar istəyir ayağını belə aşırsın, ayağının üstünə rahat həyat tərzi sürsün. Başı ağrıyanda Məlahət xanım müalicə eləsin, böyrəyi ağrıyanda o birisi həkim müalicə eləsin. Siz də sağ olun, köməkli yerirsiniz, amma bunları pis örgətmisiniz. Olmaz belə. Belə götürəndə bu heç də rahat bir həyat tərzi deyil. Oturublar burada, Onlar bir söz üçün siz rahatdır. deyirsiniz, bir söz mən deyirəm və beləliklə hələ tamaşaçıların yazdıqlarını demirəm mən. O həyatdır, o rahat həyatdır. Mən şəxsən düşünürəm ki, gedib bir 300 manatlıq bir iş tapıb başımı aşağı salıb sakit yaşamaq ondan daha qeyrətlidir, ondan daha şərəflidir. Bəs onda niyə axtarmırlar, tapırlar? Bəs mən onu deyirəm. Bu